Dostlar, Şəki Vlog 2 geldi. Bu arada biletin qiyməti 14 manat 50 qəpik idi. Yıkılmaram ki dostlar, bu qalxır. Vallahi kalkıyor. Az yerlənək, ölə bilərəm hər an. Sırtım beləyim. Qalxır dostlar. Ben düşmürəm ki. Yox. Akıllıca göz yaşını sen ki gözlerini yorgun vefasız. Akıllıca göz yaşını sen. Evet, kombinimi göstermek için çabaladım ama işte bacarabildiğim kadar böyle bir şey giymişim. Bakın. Canlı çəkmədim dostlar. YouTube'da nəsə canlıda problem yarandı. Keyfim pozulub, yani təmiz pozuldu. Geçen gösterəcəkdim orada sıxan sırayını falan. Heç nə göstərə bilmədim. Bütün keyfim pozuldu. Evet dostlar, bu bir ressamın el işləridir və ressamın özünü də çəkmişəm, hal-hazırda görəcəyiz sonunda. Müxtəlif növ rəsmləri var idi və məncə olduqca gözəl idi. Çox işlənməmiş rəsmlər və çox işlənmiş rəsmlər də var idi. Yəni işçilik baxımından çox qəşəngləri və çox sadələri var idi. Dostlar, biraz gəzdikdən sonra biz bujuteriyaların, çantaların, müxtəlif aksesuarların satıldığı bir yerə girdik və burada masalar var idi və hər masada müxtəlif növ bujuteriyalar, çantalar, əl işləri, əllə düzəldilmiş müxtəlif çantalar, xalçalar, rəsmlər, yəni bir çox məhsullar var idi və ora demək olar ki, turistlər gedirdi. Ətraf çox necə deyim, qarışıq idi. Yəni insanlar çox idi. Ona görə tam girişi tam olaraq çəkə bilmədim və burada müxtəlif növ əl işləri satılırdı və gözəl əl işləri də var idi və aralarında nə bilim sədrəkdə satılan bir neçə növ bujuteriyalar falan da var idi ki, onlar da satışını edirdilər. Və əgər siz bura girsəz, əminəm ki, bir şey almadan çıxmaya bilmərsiniz. Çünki o qədər çox şey satırlar ki, yəni mütləq ki, orada sizin bəyənəcəyiniz bir şey çıxacaq da, yəni ki. Obşim, mənim anam özü də çanta aldı, mən də özümə çanta aldım, amma onu buradan yox, müzeyləri gəzdikdən sonra gedib aldıq. Burada da şəkil. Və bu cür daşdan düzəldilmiş gözəl qolbaqlar var idi, amma təəssüf ki, mən onlardan ola bilmədim. Xatirə olaraq almaq istəyərdim təbii ki, amma mənim biləyim o qədər incədir ki və heç biri mənim əlimə olmur. Hamısı qolumdan düşür, ona görə təəssüf ki, ala bilmədim. Demək istəyirəm ki, olduqca qiymətlər çox baha idi. Yəni maqnit almaq istəyərdim əlbəttə ki, məsələn dəvə falan almaq istəyərdim. Orada balaca bir dəvəni 5 manata, 4 manata satırdılar. Olduqca qiymətlər baha olduğu üçün sadəcə baxırdıq yəni. Çünki orada turistlər üçündür və əminəm ki, turistlər ona o qədər qiymətə pul verirlər. Və burada bir çox bacarıqlı insanlar üçün gözəl otaqlar seçilmişdi ki, hansı ki, insanlar orada öz əl işlərini gözəldə sərgiləyirdilər və satışını edirdilər. Dostlar, ətraf mühit o qədər gözəl idi ki, ora gedib oranı gəzməyinizi sizə tövsiyə edirəm. Yəni imkan olduqca gedib şəkini görməyinizi istəyirəm. Çünki çox gözəldir və gəziləcək çox yeri var. Bizlər bir qismini gəzə bildik və çox qəşəng idi. Orada restoranlar, kafelər də var idi. Çox gözəl kafelər və restoranlar vardı. Və bu Şəki xan sarayının həyət qismidir. Girişi 2 manat idi. Yəni oranın Azərbaycanlılar üçün, turistlər üçünsə 4-5 manat olmalıdır. İçində o qədər də fərqli bir şey yox idi dostlar. Ancaq rəngli şüşələr idi və biz sadəcə 2 mərtəbə çıxdıq, rəngli şüşələrə baxdıq. Tam olaraq yadımda deyil, amma divarlarda da bir rəsmlər falan var idi. Yəni belə çox maraqlı bir şey içində yox idi. Bu gördüyünüz yer isə onun həyətindəki bir
rəsm qalereyasıdır. Burada müxtəlif növ əl işləri və rəsmlər var idi və çox qəşəng idilər. Bu restoran deyəsən. Karvansaraydı dostlar. Qəşəngdir. Və dostlar, burada bir çox qalereyalar, rəsm qalereyaları, yəni bir çox muzeylər var idi. Biz hər birinə girmədik, bəzilərinə girdik və gördüyünüz kimi bu da onun Karvansarayın həyət qismidir və burada çox qəşəngdir və fərqli bir vibe verir. Əlimdən gəldiyincə hər bir qismini sizə göstərməyə çalışmışam, amma təbii ki də göstərməyi unutduğum qismlər də olmuş ola bilər. Bakın dostlar, İsmailliyə gedəcəyik bundan sonraki turda. Orada Lahıcın küçələri kimidir, Şəkin küçələridir. Bu deməli Xan sarayının alt küçələrdir, aşağı düşdüyü yer. Küçələrin hər birində bu tip çantalar, aksesuarlar və bujteriyalar satılırdı. Yəni demək olar ki, bir 70% bu tip şeylərlə doluydu. Qismət olacaq, alacaqsınız. Baxın. Ehtiyatlı düş. Ya sen ne ara bizim ömrümüze böyle girdin ha? Necə böyle tez geldin? Bizde dəqiqə. Necə böyle tez geldin ve bizim hayatımıza giriş ettin ha? Başa sal mənə. İnana bilmirəm. Təsəvvür bu qədim eşyaların arasında labubu var yani. Təsəvvür edeyim. Haydi. Ay ne qəşəng kuklalardı. Kukla xəstəsiyəm. Mən dostlar bilirsiniz. Özümün kukla kolleksiyası yığacağım bir gün. Çox qəşəngdir. Bunlara qəşəng paltarlar tikmək olar. Dostlar gəlin nə aldım. Sizlər əgər Şəkiyə gələcəksinizsə və bu tip bir şeylər alacaqsınızsa, məncə bunu küçə qismində eləyin, mərkəz küçələrində eləyin. Çünki orada qiymətlər o Karvansaray tərəfdəkilərdən daha ucuz olur. Şəki Xan Sarayı qismi tərəflərdəki o çanta, bujteriya tərəfləri çox baha olur qiymətləri, amma küçə tərəfləri uyğundur. Qəşəngdir. Qəşəngdir. Neçədir? Neçədir? 4 manat. Qəşəngdir. Ha, mən də sən çək. Və burada bu cür bir studio var idi və burada rəsmlər çəkdirmək olurdu. Orada milli geyimlər var idi. O geyimlər geyinirsiniz və orada müəyyən bir qism var ki, hansı ki siz orada əyləşirsiniz və gözəl rəsmlərinizi çəkirlər. İçəridə fotoqraf da var idi. Təbii ki də ödənişlidir, amma mən qiymətinə çox maraqlanmadım. İçəri qismini çəkmişəm amma.
Dostlar, akşam yeməyi. Bye bye. Və dostlar, İsmailliyə getdik sonrasında və biz orada bir otel tutmuşduq və otel çox bərbad bir vəziyyətdə idi və orada qalmadıq təbii ki də. Və qeyd etmək istəyirəm ki, Lahaç düşündüyümüz kimi olmadı. Mən Şəkidən daha fərqli bir yer gözləyirdim, amma demək olar ki, Şəki kimi idi Lahaçın o məşhur olan bölgəsi və orada çox da fərqli şeylər yox idi, eyni tipli şeylər satırdılar və Lahaca gedən yolu mən bu cür təsəvvür etməmişdim. Dağın ən kənarları ilə gedirdik və əgər rolu taksi sürücüsü bir damcı çevirsə biz ölə bilirik. Yəni o dərəcə təhlükəli yollardan keçirsiniz. Amma İsmailin havasına, suyuna dəyir. Sadəcə yaşayacağınız evi, nə bilim, otaq, otel düzgün seçməyə çalışın. Eyni zamanda İsmaildə Bolt, Uber, Yango heç biri işləmirmiş. Şəkidə biz hamısına demək olar ki, taksi ilə getdik. Yəni hər yerə taksi işləyirdi və qiyməti çox uyğun idi Boltun orada. Amma İsmaildə yoxmuş, mən bunu bilmirdim. Və Lahaçda demək olar ki, Şəkidə satılan aksesuarların, çantaların eyni tip növləri satılırdı. Qiymət baxımından da çox fərq yox idi. Demək olar ki, eyni qiymətdə idi. Yəni getmək istəsəniz əlbəttə gedib görə bilərsiniz, amma ora gedən yollar çox təhlükəlidir. Diqqətli olmağınızı tövsiyə edirəm. Yəni İsmailin mərkəzində gəzə bilərsiniz. Bəlkə orada daha fərqli şeylər var, amma biz Lahıcı internetdə gördüyümüz üçün ora bizə çox maraqlı gəldiyi üçün ora getmişdik. Və Şəkidə bildiyiniz üzrə çoxlu muzeylər, yəni orada gəzməli, görməli yerlər çoxdur. Amma buradakı insanlar sadəcə yay aylarında öz əl işləri ilə, nə bilim, bir çox sədərəkdə məsələn bunlar satılan mallardır. Ola bilsin oradan alıb gətirib burada satırlar və pul qazanmaya çalışırlar. Burada da iş olduqca zəifdir, ancaq yay aylarında burada bir müəyyən qazanc əldə edə bilərlər. Və məncə bu olduqca onlar üçün çətindir. Dostlar, baxın, dağın ətəyində fəsəlib. Çox qəşəngdir bu. Neçə aldım ha bunu? Yoxma. Yalan, bunu da tutmaq edirəm. Bəs bu tabar. Baxın dostlar, fəsəlidir, dadı çox qəşəngdir. Qoğaldadır gəlir. Qoğalın lavaş formasıdır. Yağlı bir şeydir. Düşənlər var. Əslində İsmailli üçün bir günlük vlog fikirləşmişdim, amma düşündüyüm kimi olmadı. Oradakı otel düşündüyümüz kimi değildi. Əslində qiymətləri uyğun idi, amma hovuz çirkli idi, otaqlar çirkli idi və biz birinci Lahaca getdik və daha sonrasında otelə qayıtdıq. Və mən otağı gördükdən sonra biz o dəqiqə qayıtdıq Bakıya. Divarda hörümçək var idi, yatağın üstündə tük falan var idi və biz ora ilk dəfə girmişdik və otağı təmizləməmişdilər. İnana bilirsiniz, xalça da çirkli idi. Mən o qismləri çəkib hamısını sizə göstərdim, amma təəssüf ki, o an ağlıma gəlmədi. Bundan sonra daha çox kadrlar çəkməyə çalışacağam və hər bir nöqtəsini çəkməyə çalışacağım. Eyni zamanda orada taksilər falan olmadığı üçün də çox çətin idi və taksicilər də olduqca baha qiymətə müəyyən yerlərə aparırdılar. Uber'in falan olmamaq çətin idi. Və dostlar, videomuz bu qədər idi. Mənə dəstək olmaq üçün kanalıma abunə olmağı, videonu bəyənməyi və öz fikirlərinizi rəylərdə yazmağı unutmayın. Sizləri sevirəm. Bye bye.